Ağdağ Natural Gips Suvağının baş sponsorluğu ilə Məryəm serialı başladı. Necəsən Məryəm? Yaxşı. Xeyr ola bizim tərəflərdən. Əmək kitabçamı götürməyə gəlmişəm. Sən hazırlıq görmürsən, işləyirsən hələ də. İşləyirəm, işsiz qala bilmirəm, ürəyim sıxılır. Niyə? Hazırlıq görmürəm dayı Məryəm. Mən Aysel'lə ayrıldım. Nə oldu ki? Neyse boş ver. Zaur toyunuza nə qalmışdı ki? Birdən-birə nə oldu? Fikrimi dəyişdin. Yalanlar. Yine yalanlar. Ne olacak? Zaur, bəlkə vəziyyəti düzəltmək olar. Özünə vaxt ver, fikrin dəyişər. Yok, düzələsə heç nə yoxdur Məryəm. Keçdi getdi. Sen getmirsən. Ne oldu? Gedəcəm. Hazırlıq görürəm. Bitsin, gedəcəm. Amma sənə görə pis oldum. Olma. Her şey yaxşı. Görürəm axı yaxşı deyil. Neyse ben gelim işlerimden meşgul olum. Şad oldum seni görmeye. Mən də. Meryem! Basın karım oğlum seni. Buna görə sən məndən ayrıldın, hə? Bundan qaçıb görüşməyə görə, Zaur. Sən başın xarabdır. Vurmaq istəyirdin məni. Məni bu vəziyyətə sən gətirmisən, eşidirsən sən? Aysel Allah'a şükür elə ki heç nə olmadı. Otur çık ged eve. Otur çık ged eve deyirəm sana. Sonra danışarıq, otur çık ged eve. Xəstədir, nədir? Korkmadın sen, yaxşısan. Yox, yaxşı.
Deyirəm, başım açılsın, sizin üçün bir səbzi plov bişirəcəm. Mənə də öyrədərsiz? Əlimə baxarsan, öyrənərsən. Sabahınız xeyir olsun. Durmuşsan? Günaydın. Avqatın xeyir. Gedər üzvüyü, mən də sənin üçün yemək hazırlayayım. Yox, narahat olmayın. Mən özüm hazırlayacağım o yeməyi. Yaxşı. Mən də gedim, onda paltarları yığım. Nə olub? Bu nə mehribançılıqdır? Niyə də olmasın? Mən axı sənə demişdim ki, əziz qaynanamın qəlbinə yol tapacağam. Elə mən də onu istəyirəm də Nuray. Bu evdə hamımız bir ailə kimi xoşbəxt olaq. Uşağımız xoşbəxt müddətdə böyüsün. Düzdür. Atalı, analı, nənəli, bir də babalı. İşin yoxdursa səninlə danışmaq istəyirəm. Otur. Kamal, mən bir şey eləməliyəm. Yoxsa Zauru həmişəlik itirəcəm. Aysel. Bağışla, mən bu işdə sənə kömək eləyə bilməyəcəm deyəsən. Sən nə danışırsan Kamal? Başa düşürsən ki, sən də Məryəmi itirə bilərsən? Məryəm Zaurun yanından çəkilməyəcək bundan sonra. Xahiş edirəm, özündən şeylər uydurma. Kamal, mən gözümlə gördüyümü deyirəm. Dünən axşam şirkətin həyətində onları bir yerdə gördüm. O Məryəm bu vəziyyətdən istifadə eləyir. Sən Məryəmdən xoşun gəlmir, ona görə belə danışırsan. Kamal, sən Məryəmi Zaurdan uzaqlaşdırmalısan, vəssalam. Aysel, Zaurla Məryəmi heç nə bağlamır. Mənlə mübahisə eləmə Kamal, xahiş edirəm səndən. Zaur mənlə evlənmək istəmir, başa düşürsən? Sən mənim başıma bu oyunu açdın. Zaurla danışa bilmirsənsə, heç olmasa get Məryəmi yola gətir. Dedim axı, Məryəmin adını çəkmə. Biz Məryəmlə çıxıb gedəcəyik buralardan. Çox uzaqlara. Nəsə heç buna inanmağım gəlmir. Məryəm səndən heç yerə gedən deyil. Gedəcək. Sən də Zaurla evlənəcəksən. Bizim istəklərimiz hamısı olacaq. Hələ ki belə deyil. Olacaq. Əgər sən istəsən, danışaram bir dəfə Zaurla. Danış Kamal. Danış. Amma yadında saxla. Mən imkan verməyəcəm ki, Zaur Məryəmə yaxınlaşsın. Bu olmayacaq. Hara yeyirsən? İşlərim var İlkin. İşlər qaçmır Zaur. O birisi işlərdən nə xəbəri var? Hansı işlərdən? Özün yaxşı bilirsən hansı işlərdən danışıram. Əsir məsələsi bağlandı. Mən qərarımı verdim və salam. Yaxşı eləmirsən. Bəs sonra? Nə olacaq? Heç nə, həmişəki kimi işləyəcəm. Sonrasına baxarıq. Zaur, düzü bilmirəm, düz başa düşəcəksən, ya səhv başa düşəcəksən, amma içimdə çox sevinirəm ki, bu toy olmadı. Mən hər halda Ayseli sevmirdim də, nəyə lazım idi ki bu toy? Sən mənə bunları niyə danışsan ki?
Məryəmi sevirsən ona görə. Sifət eləməyə Zaur. Bilirsən axı, sən bu dünyada Məryəmdən başqa nəinki bir insan, heç nə xoşbəxt eləyə bilməz. İlkin qutar bu söhbətləri, sən Allah. Niyə? Bax, niyə də yox? Hə? Məryəm gedir, düzdür? Sən də evlənmirsən, düzdür? Qoşul get də bir yerdə, niyə getmirsən? Sən niyə belə qərara gəldin ki, Hə. Məryəm mənlə harasa getmək istəyir? Ona görə ki, sən də yaxşı bilirsən, mən də yaxşı bilirəm. Dədəmiz də bilir, o birisi də bu birisi də bilir ki, Məryəm də səni sevir. Bu vaxta kimi bu qədər səhv eləmisən də, düzəlt də səhvlərimi. Ki, mən bu barədə danışmaq istəmirəm. Zaur, ikimiz də yaxşı bilirik ki, düz deyirəm mən. Səndən xahiş edirəm Zaur, nə inirsən elə, amma qoyma Məryəm getsin. Ya da sən onunla bir yerdə get, amma elə ki, peşman olma ömrün boyu. Bəs İlkin, mən oyuncaq oynamıram. Mən normal həyat yaşamaq istəyirəm. Yaşa da. Məryəmlə mən heç vaxt bir yerdə olmayacaq. Niyə? Sən yenə də o qızdan müğayət ol. Bugün səni maşınla vurmaq istəyən sabah Allah bilir nələr eləyər. Toy məsələsi onu çox pis təsir eləyib, bütün əsəbləri pozulub. Pozular da Məryəm. Toya 3 gün qalmış toyu təxirə salıblar. İndi kimdir günahkar? İndi hər kimdir, sən yenə də özündən müğayət ol. Getməmişdən qabaq yenə ikinci Fəxrəddin yaranmasın. Yox, Azər, axır vaxtlar ancaq getməyi düşünürəm. Qobidən ev tapım, o saat gedib biletimi alacağam. İnşallah. Gələndən elə özümdən danışıram, səndə nə var, nə yox? Desəm inanmayacaqsın. Məndə deyəsən hər şey yaxşılığa doğru geyir. Səhər-səhər mətbəxə keçdim, gördüm gəlin qayınına bir-birinə can deyib can eşidirlər. Yaxşı da. Ha, deyirəm də nəsə olmuşdu elə bir ikisinə də. Təki ya Azər, təki bundan sonra hər şey yaxşı olsun. Vallahi hamımız o qədər şeylər yaşadıq ki. Ha, düzdür. Amma hiss edirəm ki, hər şey yaxşı olacaq Məryəm. İnşallah. Necəsən? Sən niyə mən gözləmədim? İşlərim var idi. Aysil, bu nədir? Ver bana. Aysil, nə dərmanıdır bu? Sinirlərim pozulub, sakitləşdiricidir. Sakitləşdirici. Aysil, bəlkə istirahət götürüb biraz dincələsən? Lazım deyil, mən evdə otura bilmirəm. Mühasibatı deyil. Xoş gördük. Necəsən? Sağ olun, siz necəsiz? Biz yaxşıyıq, sən özündən danış. Atam evdədir. Hə, evdədir. Əyləş şimdi çağıraram. Haydi. Heç nədir. Hoş gelmişsin kızım. Salam ata. Necəsən? Çok sağ ol. Sen necesin? Şükür. Ne acaba senden? Heç evdə darıxırdım. Dedim, çıxım gəlim. Əcəb sizi eləmsən, görüm. əcəb eləmsən. Nəsibə neynir? Sən incitmir, hə? Bax, bizə düzünü de, ha. Onsuz da gələcəm sizə. Yox, yox. Nəsibə xanımın başı yaman qarışıb. İndi heç mənimlə danışacaq halda deyil. Ne olub ki? Azərin atasına görə istəyir onları barışdırsın. İnanmıram ki, Azər atası ilə barışı. Belə baxanda düz deyir. Neçə il bundan əvvəl ailəsini atı çıx get, indi gəl ki, barışmaq istəyirəm. Yəni, belə demək istəmədim. Bilmək olmaz o niyə qayıdıb. Gör üstündən neçə il keçib. Bəlkə
Kişi dəyişib, səhvlərin başa düşüb. Vaqif əmi xəstədir. Nə? Biz də təzəlikcə öyrənmişik. Dəhşət. Bəlkə də elə buna görə qayıdıb. Gəl. Düzü Azər də eşidəndə çox pis olub. Bilmir neynəsin. Atasıdır da. Kişiyə qulaq asmaq lazımdır. Bilmək lazımdır ki, bu kişinin dərdi nədir. İşi nə isə. Sən özünlə danış. Hamiləlik necə keçir? Hə? Can. Yaxşı, tamam. Çay iç. Zaur olar. Gəl, gəl. Səninlə biraz söhbət etmək istəyirəm. Əyləş. Bunları gördün də sən, adamın gözünün içine baxa-baxa necə yalan danışırlar. Gördün də sən. Gördüm amma nə bilim. Tələsmə, bəlkə Aysel buna məcbur olub. Ya da ki, Kemal qorxusu bunu. Nə qorxusu be Rüfət? Uşaq oyunudur bu. Necə qorxuza bilər Kemal onu? Bu şirkətin yəsi mənəm ya yox, gəlsin mənə desin. Mayan deyir ki, çox pis olub, başını itirib, özdə sən itirməkdən də qorxur. Çox gecdir, vaxtında fikirləşmək lazım idi. Məncə tələsmə. Hələ fikirləşməyə vaxtım var, bəlkə ikimizə də bir şans verəsən. Rüfət, mənə elə gəlir ki, elə bir səni bura Aysel göndərib. Və sən özün də bilirdin ki, bizim Aysellə evlənməyə qərarımız əvvəlcədən səhv idi. Nə oldu indi? Yox, onu bilirəm, o öz yerində, amma söhbət burada sənin xoşbəxt olmağından gedir. Rüfət, bu kitab bağlandı, ya bağlandı. Mən xoşbəxt onsuz olarım. Narahat olma. Nə bilim, bax da, məncə yenə də bir şans vermək olar. O səni çox istəyir, özdə səni sevir, sənə görə hər şey hazırdır. Yox. Rüfət, o mənə qarşı əməli başda düşmənçilik elədi. Mənim düşmənimi ocağımın başına gətirdi. Nə deyim? Salam. Salam. Eşitdim bir də bura gəlməyəcəksən. Hə, işlərim var idi. Nəsə olub? Yəqin olanlardan xəbərim var. Aysel barəsində danışmaq istəyirəm səndən. Hə, xəbərim var. Ayselin heç bir günahı yoxdur. Onu mən məcbur eləmişəm ki, Zaura yalan danışsın. Mən qəbul eləyə bilmirdim. Zaur gəlib bizim ailənin şirkətini idarə eləyəcək. Kemal Aysel uşaq zatdır bəyən. O bilmirdi ki, səhv hərəkət eləyir. Amma baxma, bir qıraqdan xeyri nə oldu? Zauru bir müddətli də olsa yanında saxlamağı bacardı. Aysel nə edibsə Zaurun xeyri üçün eləyib. O Zauru çox sevir. Sən məndən nə istəyirsən, başa düşə bilmirəm. Məryəm, sən mənə kömək elə. Mən istəmirəm ki, onlar mənə görə ayrılsınlar. Bilirəm, sən də Zaurun xoşbəxtliyini istəyirsən. Bunu ancaq sən eləyə bilərsən, Məryəm. Sənə kömək eləyim, yoxsa Ayselə? Bu olanların günahkarı mənəm. Mən istəmirəm, onlar ayrılsınlar, mən də vicdan əzabı çəkim. Nə olar, Məryəm, mənə kömək elə. Bilirsən, niyə çıxıb getmək istəyirəm buradan? Çünki artıq heç kimin həyatına müdaxilə eləmək istəmirəm mən. Kemal, bundan sonra kim necə bilirsə, necə bacarırsa elə də yaşasın, yaxşı? Məni qatmayın.
Çox sağ ol. Nəyi fikirləşirsən? Zaur'u fikirləşirəm. Bütün günü telefonum susmayıb. Bütün tanışlar, qohumlar zəng edir ki, niyə axı belə oldu? Elə yaxşı ki, belə oldu. Sən nə danışırsan? Ailə qurmaq benim oyuncaqdır. Əşyat da ikimiz də yaxşı bilirik ki, Zaur düz eləyibdi. Həm Ayseli sevmirdi, həm də Aysel də ki, nə vaxt baxırdın Zaura yalan danışır. Neynəməli deyə? Mən özüm də valla bu gün ona dedim ki, ürəyimdə Allah haqqı sevinirəm ki, yaxşı ki bu toy olmadı. Ona bir dənə adam lazımdı, o da Məryəmdir. Sən çox nahaq yeri sevinirsən. Məryəmdir. Gör bir Zaura nə məsləhətlər verirsən. Başa düş, o Məryəmlə heç bir vaxt xoşbəxt ola bilməyəcək. Ay, niyə axı? Nəyə görə? Bir-birlərini sevirlər, nə mane olur? İlkin, Hə, qardaşın toyunu ləğv elədiyi başa düşürsən. İndi heç bilirsən o Aysel'lə vəziyyətdədir. ha, özü günahkardır da. Vallahi özü günahkardır. Zaur Məryəmi sevir, vəssalam. Sən də deyəsən Zaur da mənim bütün qohumlarla, tanışlarla düşmən eləmək istəyirsiniz. İndi heç bilirsən onlar nə danışırlar? Eşə danışsınlar da. Vedadın oğlu Zaur xalqın qızını bədbəxt elədi. İndi də gedib 2 gündən sonra başqası ilə evlənmək istəyir. Bunu istəyirsən danışsınlar? Mənsə bunu istəmirəm. Düzdür Aysel, günahkardır amma belə eləmək olmazdı. Gərək Zaur sakitcə çəkilib duraydı qıraqda. Mən bircə onu bilirəm ki, sən də Zaur da mən dediyimə gələcəksiniz. Görəcəksən. İlkin, evdə otur desə sən ağlını itirirsən ha. Yaxşı budur sabah get Zaurun yanına, şirkətdə qoy sənə iş versin. Yoxsa boş qalmaqdan görürüm, hamıya boş-boş məsləhətlər verirsən. İndi bir də nə vaxt gedəcəksən həkimə? Nəsbə, bu gün Azərlə də danışdın. Onun da tanıdığı yaxşı həkimlər var. Baxaq da. Tanıyır. Sən belə elə də. Onun dediyi kimi elə inşallah hər şey yaxşı olacaq. Görək də Nəsbə. Vaqif. Nə vaxt demək istəyirsən Azərə? Nəyi Nəsbə? O məsələni. Bilirsən Nəsbə. Hələ vaxtı deyil Nəsbə. Qoy aramız biraz düzəlsin, sonra deyərəm. Onsuz da eşidəndə yaman əsəbləşəcək. Mən Azəri tanıyıram da. Bax elə, buna görə də hələ demək istəmirəm. Vaxtı gələndə deyərəm. Heç sonra da qəbul eləməyəcək. Mən bilirsən Nəsbə, bilirəm ona nə vaxt demək lazımdır. Mən illərdir onu görmürəm, yanında olmamışam. İndi yanında olmaq istəyirəm, tamam tanıyım onu. Vaxtı gələndə hər şey açıq deyəcəm. Yaxşı. Özün necə məsləhət bilirsən, elə də elə. İç soğutma. Sağ ol. Necədir vəziyyət burada? Əla. Yeyirəm, içirəm, yatıram, dururam. Günəş, mən, divarlar. Demədə elə, onsuz da utanıram. Güclə gəlmişəm bura. Bu işin içində tək sən yox idi, mən də var idim. Hələ başqaları da var idi. Amma tək sən buradasan. Düzgün deyil bu. Bilirsən niyə mən buradayım? Çünki o Fəxrəddini mən öldürmüşəm, mən.
Ha, gic danışma da. Sən Məryəmi xilas eləmisən. Həm də ki, o əclaf özü qurmuşdu da oyunu. Ölmək istəyirdi, bilirdi ki, öləcək. Bax, o cür əclaflar gedəndə özlərindən qurban aparırlar. Qoy o qurban da mən olum da. Qulaq, demişdim də sənə, vəkilə də tapşırmışam, işə başlayıblar. İnşallah bir yaxşı sübut tapsınlar, səni çıxardacaqlar buradan. Və sübut eləsinlər ki, bu istəyərəkdən olan şey deyil. Bilərəkdən eləməmsən. Neyse, başqa şeydən danış. Deyirəm, sakitləşib hər şey oldu. Narahat olma. Kemal da atasının ölümünü qəbul eləyib. Yəni, narahat olması bir məsələ yoxdur. Yaxşı da şey. Özün barədə düşünsən. O, Kemaldan da ehtiyatlı olun, bildiniz. Kim bilir, o beynində nə fikirləşib, o beyinsiz. Sən Kemalı boş ver. Bir dəqiqə əsas sənsin. İnşallah buradan çıx, rahat danışarıq. Bir evlənək də biz də. Ayda. Ayda. Zarafatından da qalmırsan da. Zarafat eləmirəm, doğrudan evlənirəm, Nərminlə evlənirəm. Təbrik edirəm. Yaxşı olacaq. Yanında ola bilməsəm də elə bil oradayım. Olacaqsın. Necə edirlər ona? Ay, sağ ol. Şəkər. Düz deyirdi, orada dənizin yanında. Nə müştəyi olur həmiş. Gəl fasmatik verəydi onlara. Hə? Gör danışa bilsən, danış onlarla verək. Yaxşı. Yaxşı zəng eləyərsən. Nə oldu? Olar. Gəl. Sən görəcəksən. Sevindim. Nəcəb, buyur, əyləş. Bir şey içirsən? Yox, sağ ol. Zaur, açığı mən özümə söz vermişdim ki, bu məsələyə qarışmayacağam. Amma Aysel barədə danışmağa gəlmişəm. Mən onun barədə danışmaq istəmirəm Məryəm. Bilirəm, indi ona hirsliysən. Bir də yadva sal, Fəxrəddin hansımızı istəmədiyimiz şeylərə məcbur elədi. Elə mən özüm. Bəlkə elə Ayselə də nəsə deyib, o da ona görə elə şeylər eləyib. Bir otur danış da o ilə. Məryəm, o qız dünən sənin maşından vurmaq istəyirdi. Sən niyə onun tərəfini saxlayırsan ki? Çünki Zaur, toya 3 gün qalmır, sən kənara çəkilirsən. Sonra da o qız bizi bir yerdə görür. Yəni, qınamıram onu. Məryəm, sən nə eləmək istəyirsən? Sən doğrudan da istəyirsən ki, mən Aysellə barışım? Mən doğrudan da istəyirəm ki, sən xoşbəxt olasan. Mən Ayselin yanında xoşbəxt olmayacağım. Mən bunu artıq bilirəm. Düzdür, səni başa düşürəm, sən məni fikirləşib bura gəlmirsən, amma mən hər şeyi ölçdüm, biçdim. Əslində nə bilirsən, bəlkə elə mənim ürəyimdəndir ki, hadisələr belə baş verdi. Təki yaxşı olsun hər şey. Sonra peşman olmayasan. Hər şey yaxşı olacaq. Peşman da olmayacağam. Aysel'e gələndə isə mən onunla mütləq danışacağam və hər şey başa salacağam. Rüfət, danışdın sən? Nə? Danışdım. Nə dedi? Heç nə barışmaq istəmir.
Ayda. Niyə belə olur hamısı? Hər şey yaxşı gedirdi axı. Nə bilim valla mən əlimdən gələni elədim. Amma mən Zauru da yaxşı tanıyıram. O fikrindən dönən deyil. İndi necə olacaq bəs? Həm sən çalış yanında olasan. Çalış sakitləşdirəsən onu. Aysel indi heç kimə qulaq asmır. Ona görə mən çox narahatam. Həyatdır da. Hər şey olur. Kim nədən sığortalanır ki? Yenə çox sağ ol. Cəhd elədiyinə görə. Yox, mən heç nə eləmədim. Amma sən çalış bundan sonra Ayselin yanında olasan. Qoyma daha da stresə düşsün. Çalışalım. Hardasan sən? Bayaqdan səni gözləyirəm. Meryem'le görüşmüştüm. Danışa bildin? Danıştım ama o bu işe karışmak istemir. Bilirdim qarışmayacaq. Ürəyindən də axı. Məni belə görmək onun ürəyindəndir. Aysel, Mən nəsə eləməliyəm Kemal. Mən bunu belə qoya bilmərəm. Aysel sen sakit ol. Sakit ola bilmirəm. Başa düşürsən? Sabah mənim toyum olmalıydı. Sen niye Zahra göre böyle pis olursan? O seni sevmir axı. Məryəm də səni sevmir də. Sən niyə ona görə belə özvə əl qatmısan, hə? Sen beni əsəbləşdirmək istəyirsən. Nəyəsə, heç biriniz mənə kömək eləyə bilməyəcəksiniz. Mən özüm bir şey fikirləşməliyim. Neynəmək istəyirsən ki? Mən bilirəm nə edəcəm. Hə, Aysel. Yəni bu görüş nəyisə dəyişəcək? Yaxşı, gələrəm. Tanıyıram harada. Oldu, sağ ol. Yaxşı, onda görüşərik. Oldu, görüşərik. Necəsən əmanə? Sağ ol, sən necəsən? Salamatçılıq xeyir ola buralarda. Ağdağla bağlı bir görüşüm var. Ora getməliyəm. Sən özün necəsən, ay Zahir? Eşitdim təzə xəbəri. Ev yox, sənə görə pis oldu mu? Neynəmək olar, belə məsləhətiymiş. Yəqin. Elə indi Məryəmlə danışırdım. Gedir Aysel'lə görüşməyə. Aysel'lə? Hə. Niyə? Nə bilim, yəqin sizi barışdırmaq istəyir. Ay Meryem, mən indi sənin işlərinə qarışıram. Sən niyə qarışırsan axı? Harda görüşəcəklər? Bilmirəm, amma istəyirsən öyrənə bilərəm. Yox, lazımdır. Özüm indi zəng edərəm Meryem. Nəysə, şad oldum, hazır görüşək. Oldu. Sağ olun. Çox sağ olun. Buyurulmuş olsun.
Sən özün buna məni məcbur elədin. Məryəm, necəsən? Sağ ol. Aysel, mənim o qədər də çox vaxtım yoxdur. Ona görə də buyur. Narahat olma, mən sənin vaxtını çox almayacağam. Bir-iki kəlmə söz demək üçün səni çağırdım bura. Mən səndən üzr istəmək istəyirəm. Dünən axşam olanlara görə çox pis oldum. İnan, heç bilmirəm niyə bunu elədim. Dünəni unut. Unut getsin. Məryəm, mən Zaru çox sevirəm. Onu itirmək istəmirəm. İnşallah itirmərəm də. Mən də elə bunu istəyirəm. Ki siz qovuşasınız, xoşbəxt olasınız. Bir də səndən üzr istəyirəm. Yəqin daha mənə acığın tutmur, hə? Narahat olma. Elə bayaq dediyim kimi. Unut olanları mən də unutmuşam. Yaxşı. Mən gedim onda. Sadəcə səndən göz-gözə danışmaq istəyirdim. Əmin olmaq istəyirdim ki, sən məni doğrudan da bağışladın. Bağışla ki, səni işindən elədim. Problem yoxdur. Yaxşı, onda vaxtını çox almayım. Mən gedim. Görüşərik. Görüşərik. Öz xoşuna yolumuzdan çəkilmədin, Məryəm. İndi məcbur çəkiləcəksən. Ağdağ Natural Gips Suvağının baş sponsorluğu ilə Məryəm serialı bitdi. Thank you.